sadece möhtəşəm. Deməli dostlar, Montenegro'ya gələn bəlkə də 90-95% turistin ziyarət elədiyi, hal-hazırda gördüyünüz 2 dənə şəhər görsənir. Burada Herceg-Novi şəhəridir. Azərbaycanlıların ən çox ziyarət elədiyi şəhərlərdən biridir bura. Hətta Qafqaz restoranı var, Azərbaycan mətbəxi orada keçir. Azərbaycanlılara aid otellər falan, biznes yerləri var. Ən çox Azərbaycanlıların ziyarət elədiyi şəhərlərdən biridir. Və ikinci olaraq da bura Tivat şəhəridir. Əslində Tivat, Herceg-Novi və bunun arxasında, bu dağın arxasında görünən bu dağın, böyük dağın deyil, birinci olan təpənin arxasında Kotor şəhəridir və buradan da bu görünən balaca yerdən bir dənə tunel var yerin altından o tərəfə. Və burada məşhur Kotor Cable Car var. Biraz yaxına çəksən bəlkə də görünər. Burada dirəkləri görsənir və tam o dağın təpəsində restoran və kafelər var. Bəzən falan da təşkil edirlər. Ondan sonra bu aşağıda görsənən hal-hazırda görsənmir, amma buradan bəlkə də aeroportun bir hissəsini görə bilərik. Hal-hazırda görsənən hissəsi aeroportun buradır. Bu ortadakı balaca ada kimidir. Burada da yaşayış yerləri var. Əsas şəhər otaydı. Və bura quş izləmək üçün olan yerlər var burada. Bura qoruma altındadır. Buradan səhv eləmirəmsə icazə ilə girirsən. Ta bu başa qədər olan ərazi. Burada çimməyə, balıq tutmağa, ovlanmağa icazə vermirlər. Burada sadəcə gəlib quşları izləmək üçün xüsusi yerlər var. Oradan quşları izləməyə, nəsə videolar falan çəkməyə icazə var. Eləmək mümkündür. Bura gələndə məncə ən çox izlənəsi yerlərdən biri də buradır. Baxın, görürsünüz. Burada quşlar bir çox var. Yəni, o qədər var ki, yəni, hətta bura baxsaz, burada bəlkə də 1000-dən çox quş var. Həddindən artıq quş vardı. Bunlar hamısı səhv eləmirəmsə dəniz quşlarıdır. Bura yuvalamağa falan gəlirlər. Buradan yuxarıdan baxanda balaca görünür, amma həddindən artıq böyük bir ərazidir və qapalı bir şəraitdədir, qoruq kimi qoruyurlar. Buradakı ən gözəl yerlərdən biri də budur. Ondan sonra burada çimərliklər əslində dənizin hər yerində demirlər, şəhər olan hər tərəfdən dənizə girmək mümkündür. Amma çox yerlərdə dəniz mənə görə çox təhlükəlidir. Çünki birbaşa dəniz 2 metrə, 3 metrə, 5 metrə, bəzən daha çox dərindir və qayalar həddindən artıq sərtdir və kəskin qaya şeyləri var. Necə desəm, dalğanın yuyub o qədər iti qaya ucları çıxardıb ki, yəni bir toxunmaqla hətta barmağınızı belə itirə bilərsiniz. Ona görə burada gələn insanlar çox vaxt ayaqlarına suda üzmək üçün şeylər alırlar, qaloşlar alırlar, geyinirlər, rezin. Çox nazik, yüngül olan bir şeylər var. Burada bütün o dənizə aid avadanlıqlar satılan yerdə, nə bilim şarlar falan satılan yerdə onu satırlar. Yəni, almaq məsləhətdir. Bir də dəniz kirpiləri həddindən artıq çox olur. Amma qumsal olan yerlərdə daha təhlükəsizdir. Bizim Xəzərə baxanda bura ümumiyyətlə təhlükəsizdir. Yəni, hətta dərin yerləri belə təhlükəsizdir. Çünki su həddindən artıq çox duzludur. Bir də su axını çox, bizdəki kimi çox bərbad su axını yoxdur. Xəzərdəki kimi deyil. Xəzər kimi belə qatil bir dəniz deyil buralar. Və buradan bu tərəfdə bir dənə Budva şəhəri var. O da 20 kilometr falan məsafədədir. Buradan gedirsən, o da bir sahil şəhəridir. Orada da turistik bir yerdir, istirahət eləməyə falan çox gözəldir. Və gördüyünüz bu yolda bizim mənim hal-hazırda işlədiyim yer var, Lushtisabey. Ora gedir və orada bu gördüyümüz bu təpənin arxa tərəfi, bu körfəz oradan tamamən davam eləyir
dağın arxasından ta ki gəlir Kotor şəhərinə qədər və bu tərəfdən də gedir arxadan fırlanır, bu Hersogenavi şəhərindən fırlanır. Bu qabağımızda Hersogenavidən sonra bir Bosniyanın bir balaca bir hissəsi var, burayla qonşu olan, bir də ki Xorvatiyadır. Artıq burada bu yarımadanın balaca bir yarımadadır. Bizim işlədiyimiz yer bu yarımadanın axır tərəfindədir. Yarımadanın sonuna getdikdən sonra dənizlə hardasa 150 metr falan belə suya arası olan Xorvatiyanın qonşuluğu var. Yəni əslində bura gələnlər bəzən şikayət edirlər ki, ay burada gəzməyə yer yoxdur, gəldi, qutardı, bitdi. Yəni istirahəti düzgün seçsən, əlbəttə ki gəlib çox rahat, çox gözəl istirahət edə bilərsən. Mən burada 2 ildir buradayam, işləyirəm, yaşayıram. Yəni mənim çox bəyəndiyim bir yerdir. Ola bilər ki, bəzən insanların bəyənmədiyi bir tip olar. Çünki bura çox sakitdir. Şəhərlər belə o qədər sakitçilikdir. Bəzən elə hiss edirsən ki, heç kim yaşamır şəhərdə. Ona görə bəzi insanlar çox belə bizi şəhərlərə öyrəşiblər. Onlar belə yerləri görəndə onlara qəribə gedir. Ona görə bəzi insanların üst seçimi olur.